Salam hörmətli izləyicilər, video keçməzdən və kanalımıza keçib abunə olmağı, video bəyənməyi və şərh etməyi unutmayın. Zabit Məhəmməd yolunda Magistral yola yaxın ərazidə yerləşən eyni proyektdə gözəl 2 dənə 4 otaqlı 6 qarajlı həyət evləri satışa çıxarılıbdır. Evlərimiz tam təmirlidir, giriyaşı evlərdir. Evimizin həyətində deməli bisetkasıdır, bulağıdır, əkin üçün yer də ayrılıbdır. Əlavə evin kömür tutaqları, qarajı, qazlı su işığı daimidir, kom xəttləri çəkilibdir. Evimizin xarici görünüşüdür, belə göstərim sizə. Ətrafdan fırlanmaq mümkündür, ətraf yaşayışdır. Həyəti bir daha belə göstərim sizlər üçün. Tam təmirlidir dostlar, giriyaşı evdir. Kombi otağıdır bu. Bunu da göstərirəm sizlər üçün. Ətraflı belə. Bu evimizin qarajıdır. Qarajdan rahat 2-3 maşın daxil olur. Həyəti bir daha belə göstərirəm sizlər üçün. Bu evimizin kömür otaqlarıdır. Belə göstərim sizlər üçün. Ətrafdakı dostlar görürsünüz də yaşayır. Bu evimizin dəhlizidir. Kvadratı 130 kvadratdır. Bu mətbəx. Bu evimizin birinci yataq otağıdır. Sənəd torpağın da evində qubcasıdır, ipotekaya yararlıdır. Bu evimizin ikinci yataq otağıdır. Belə göstərim sizə ətraflı. Dəhlizini belə göstərim. Bu evimizin üçüncü yataq otağıdır. Sanitar qovşağında sanuzel birlikdədir. Bu evimizin qonaq otağıdır. Qonaq otağına da həmçinin həyət görmək mümkündür. Hörmətli izləyicilər, bir daha qeyd edeyim, Zabit Məhəmməd yolunda Magistral yola yaxın ərazidə yerləşən eyni proyektdə gözəl 4 otaqlı 6 qarajlı həyət evləri satışa çıxarılıbdır. Bu evlərimizin çoxundan xarici görünüşüdür. Evlərimiz tam təmirlidir, giriyaşı evdir. 4 otaq, 6 qaraj qeyd etdiyim kimi əlavə evin kömür otaqları da var. Həyətində bisetkasıdır, bulağıdır, əkin sahəsidir, yer də ayrılıbdır. Evin ətrafından fırlanmaq mümkündür. Ətraf yaşayışdır, qaz, su, işıq daimidir, kom xəttləri çəkilibdir. Kvadratı 130 kvadratdır, sənədi torpağın da evində qubcası var, ipotekaya yararlıdır. Evimizin qiyməti 140 min manatdır. Real alıcıya qiymətdə endirim olunacaq. Evlə bağlı ətraf məlumat üçün əgər nömrəsi qeyd olunubdur. Zəng edib maraqlana bilərsiniz. Diqqətiniz üçün çox sağ olun.